verilişin baş sponsoru Hacı Seylon Çayları. Xəzərin sahilindən sizi salamlayıram əziz tamaşaçılarımız. Amma Xəzərin sahilində deyilik. Xəzərin sahilindən ta üzü Naxçıvana gəlmişik. Naxçıvan öz tarixi abidələri ilə, qədimliyi ilə, monumental sənət əsərləri ilə seçilən, öz bədii ədəbiyyatı, öz tarixi şəxsiyyətləri ilə seçilən bizim ən dəyərli diyarlarımızdan biridir. Və biz bugün Xəzərin sahilindən sizi üzü Naxçıvana gəlmişik deyərək qonaq gəlmişik və bizim bugün qonağımız Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının dosenti, tarix üzrə elmlər doktoru və Naxçıvan Dövlət Universitetinin rektoru bizim dəyərli Elbrus müəllim İsayevin qonağı olacağıq. Və Elbrus müəllim demək olar ki, xoş gəlmisiniz Fəxriyə xanım. Siz bizim qonağımızsınız, sağ olun. Naxçıvandayıq, Xan Sarayındayıq və Xan Sarayının bu möhtəşəm həyətində, bu möhtəşəm ərazisində Naxçıvan tarixindən, Naxçıvan monumental sənət əsərlərindən və Naxçıvanın milli mənəvi dəyərlərindən, təbii sərvətlərindən söhbət açacağıq və biz bugün Xəzərin sahilindən üzü Naxçıvana gəlmişik. Bizim dəyərli qonağımız bizimlədir, Elbrus müəllim İsayev. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının dosentidir. Tarix üzrə fəlsəfə doktorudur və eyni zamanda Naxçıvan Dövlət Universitetinin rektorudur. Elbrus müəllim, xoş gördük. Biz sizin qonağınızıq, eyni zamanda da mən sizin qonağınızam. Belə bir gündə sizinlə görüşmək bizim üçün çox xoşdur, çox şərəfdir. Naxçıvanda qonaq olduq və Naxçıvanın inkişafını, müasir quruculuqda, istər elm sahəsində, istər iqtisadi, istər mədəni sahəsində göstərdiyi xidmətlər və gördüyümüz bu inkişaf yolu bizi yetərincə məmnun etdi. Təşəkkür edirik Naxçıvan xalqı olaraq, Naxçıvan el olaraq, Naxçıvan məmləkəti olaraq var olduqları üçün və sizə də təşəkkür edirik ki, dəvətimizi qəbul etmisiniz. Çox sağ olun Fəxriyə xanım. Mən də sizi salamlayıram. Xoş gəlmisiniz gözəl yaz günündə Naxçıvanımıza, qədim Naxçıvana. Və sizin Xəzərin sahilində proqramı Azərbaycan tamaşaçıları üçün çox doğma bir proqramdır. Burada ölkəmizin qabaqcıl ziyalılarının, ictimai xadimlərin mütəmadi olaraq iştirakı, onların həyatı, onların fəaliyyəti, onların cəmiyyətə olan tövsiyələri mənə verirəm çox böyük tərbiyyə və əhəmiyyəti var. Və bu gün də Xəzərin məncə yenə sahilindəyik. Çünki Xəzəri qidalandıran ən böyük çayın kənarındayıq, Araz çayının sahilindəyik və Arazdan Xəzərə doğru olan bu çayın mədəniyyəti, bu şəhərin tarixi, elə bilirəm ki, bu proqramın mahiyyətinə, sizin layihənin xüsusiyyətinə uyğundur. Xoş gəlmisiniz Naxçıvana, şadıq sizi görməyə. Təşəkkür edirəm və biz bu mövsümdən etibarən Xəzərin sahilindən 3 nöqtə üzü bizim bölgələrimizə deyib qanad açmışıq və ilk qanad açdığımız məkan da sizin bu gözəl diyarınız olub və bu torpağa ayaq basar-basmaz həqiqətən də bax bu elin, bu obanın nə qədər öz ənənəsinə sadiq qaldığını gördük. Və bu birbaşa qonaq olduğum universitetdə də öz əksini tapdı. Tələbələrlə ünsiyyət, onların oxuması, onların inkişaf eləməsi üçün yaradılan şərait, bunlar bizi yetərincə məmnun elədi və bu yenilikləriniz, bu fəaliyyətiniz əlbəttə ki, qürur vericidir. Çox sağ olun Fəxriyə xanım. Qeyd elədiyiniz kimi Naxçıvan doğrudan da Azərbaycanımızın qədim mədəniyyət, ticarət, sənətkarlıq və dövlətçilik mərkəzlərindən biridir. Naxçıvan tarixin bütün dövrlərində ilk insan məskəni olmaqla üzü bu tərəfə Azərbaycanda gedən bütün ictimai, siyasi, mədəni proseslərin mərkəzində duran bölgələrimіздəndir, Azərbaycanın dilbər güşələrindəndir və Naxçıvan bugün 2 milyon ilə yaxın yaşayış, insan məskunlaşma tarixi olan, 5 min ilə yaxın şəhər mədəniyyəti tarixi olan və artıq 100 ildən artıq Muxtar Respublika kimi fəaliyyət göstərən Azərbaycanımızın ayrılmaz bir hissəsidir və bu keçən minilliklər, 100 illiklər ərzində Naxçıvanın keçmişi fəxarət dolu hadisələrlə zəngindir. Ona görə ki, Naxçıvan
həm coğrafi baxımdan elə bir regiondur, elə bir yerdədir ki, qonşu ölkələr, Azərbaycanda yaranmış müxtəlif dövrlərdəki dövlətlərin hər biri üçün Naxçıvan maraqlı bir region olub, maraqlı bir zon olub və iqlimi ilə, insanları ilə, buradakı vaxtı ilə qurulmuş maddi mədəniyyət nümunələri ilə Naxçıvan həmişə tarixçilərin, səyyahların, bir çox hökmdarların, sərkərdələrin həmişə diqqət mərkəzində olan bir coğrafiya olub. Mənbələr bunu təsdiq eləyir. Naxçıvan ərazisindən keçən Makedoniyalı İskəndərin qoşunları, Roma qoşunları, Osmanlı Sultanı, Sultan Süleyman Qanuninin qoşunları, sonrakı Rus çarları və digər, yəni burada bir çox imperatorların, sərkərdələrin, böyük səyyahların, Evliya Çələbi kimi, ondan sonra Alman, Fransız, orta əsr səyyahlarının hər zaman buranı dəfələrlə ziyarət elədiyi və öz gündəliklərində Naxçıvan şəhərinin əzəməti, gözəlliyi haqqında maraqlı qeydləri ilə Naxçıvanın mənbələrdə yaşadıblar. Bu gün də Avropanın, Asiyanın bir çox muzeylərində, arxivlərində Naxçıvan haqqında çox maraqlı, buranın qədim Oğuz Türk yurdu olmasını təsdiqləyən fikirləri biz görəndə qürur keçiririk ki, bu gün bizim qoruduğumuz, yaşatdığımız bu qədim diyar elə min illərdir buradakı yaşayan insanların nəsillərinə aid olub, burada Oğuz Türk yurdu olub, buradakı insanlar bu torpağa, yurda sahib çıxıb, burada mədəniyyət yaradıb, burada məktəb yaradıb, burada ənənə yaradıb və şadıq ki, bu ənənəni, bu məktəbin biz çox qürurlu dövrlərini görürük. Mən qısa bir neçə faktı sizin diqqətinizə çatdırım ki, mən bəzən auditoriyada tələbələrimlə söhbət edirəm, deyirəm ki, bax biz hər il dünyanın müxtəlif ölkələrindən Naxçıvan Dövlət Universitetinə çox dəyərli dünyanın fərqli ölkələrindən professorlar, elm adamları mühazirələrə dəvət edirik. Əlbəttə ki, dünyadakı təcrübəni öyrənirik, onların elmi nəticələrini paylaşırıq, bircə tədqiqatlar aparırıq. Bu gün də, dünən də siz universitetdə şahid oldunuz və bizim Türkiyədən, Yaponiyadan, dünyanın müxtəlif ölkələrindən, İngiltərədən professorlar tələbələrimizə mühazirələr oxuyur. Əlbəttə ki, bu günün zamanın tələbidir. Biz bu qabaqcıl nailiyyətləri öyrənməliyik. Amma tarixi ekskurs eləyəndə yaxşı, pozitiv bir tələbələrimiz üçün bir motivasiya yönümlü hadisələrin şahidi oluruq ki, vaxtı ilə Ziya Binadovun əsərlərindən də biz bunu görürük ki, Naxçıvanlı alimlər dünyanın bir çox universitetlərindən mühazirələrə dəvət olunublar, dərslərə dəvət olunublar. Orta əsrlər dövründə, Atabəylər dövründə Naxçıvandan Rəşidiyyə Universitetinə, Təbriz Universitetinə, Bağdaddakı universitetlərə alimlərimiz gedib orada dərslər deyilmişlər. Yəni, 1000 il bundan qabaq bu şəhərdə, bu bölgədə yaşayan alimlər şərq-qərb mədəni mühitinin formalaşmasında çox böyük rol oynayıblar. Və bu, əlbəttə ki, bu kökə bağlılıq, tarixdən bu cür misalların, nümunələrin gənclərə təqdim olunması ciddi özünə inam, ciddi bir motivasiya qaynağıdır. Ona görə ki, biz genetik olaraq biz yaradıcı xalqıq, genetik olaraq biz elmə, sənətə dəyər verən millətik. Və elə bu əyləşdiyimiz bu bölgə vaxtı ilə Azərbaycan Atabəylər Dövlətinin paytaxtı olan Naxçıvanın şəhər olaraq mərkəz hissəsidir və buradakı bu möhtəşəm abidələrin hamısını Şərqin ən böyük memarı olan Memar Əcəmi inşa edib. Memar Əcəmi nəinki bunu inşa edib, bugün Möminə Xatun, Yusuf ibn Küseyir, Qarabağlar Türbəsi kimi unikal, dünyada çox az təsadüf olunan bu tarixi abidələrin bu mövcudluğu burada bir sistemli bir məktəbin olduğunu, burada bir elm adamlarının olduğunu təsdiq eləyir və mənbələr də onu sübut eləyir ki, Əcəmi məktəbinin izləri sonraki dövrlərdə İstanbul Memarlıq Məktəbində, Mərkəzi Asiyanın memarlığında, Özbəkistanın xüsusilə tarixi abidələrinin, sonra Azərbaycanımızın digər bölgələrindəki tarixi abidələrdə məhz buradakı memarlıq məktəbinin izlərini görmək mümkündür. Və biz artıq Əcəmi Əbubəkiroğlunun 900 illik yubileyi ərəfəsində bu tarixi vərəqlədikcə bir daha bu şəhərin orta əsrlər şöhrəti haqqında məlumatları gördükcə nə qədər iftixar keçiririk. Və bizim də borcumuzdur ki, bu belə bir gözəl məmləkəti, belə bir gözəl diyarı bizə ərmağan eləmiş böyük şəxsiyyətlərin, insanların, sənət adamlarının, elm adamlarının qurduqları, yaşatdıqları mədəniyyəti, abidələri
gələcək nəsillərə ötürək. Və siz bunu çox gözəl şəkildə tələbələrin dili ilə, gələcək nəslin dili ilə, ona yaradılan şəraitin vasitəsilə çatdırırsınız, sizə verilən fürsətdən istifadə edib. Bu çox təqdirə layiqdir. Və sizin özünüzə gəlincə, İlbrus müəllim, bizim verilişimizin ənənəsi var və bizim verilişimizə dəvət olunan, istənilən insan, istənilən qonaq həm də özündən, öz ruhundan, öz həyat yolundan, öz həyat fəlsəfəsindən bir parça verir və öz ruhundan bir parça verərək bizim hər birimizi də bax o enerjiyə dəvət edir. Biz Arazın sahilindəyik, Xəzərin ta sahilindən Araz sahilinə qədər gəlmişik və buradan Arazın ətrini duya-duya Xəzəri vəsf eləmək istəyirik. Həm də Xəzər mənim prototip olaraq həm də aparıcımdır və mütləqdir ki, mən onu xatırlamalıyam. Biraz bədii vasitə olaraq da, həm də poetikasına da arxalanaraq. Elbrus İsayev tarixçi olmağı seçdi və tarixçi olaraq fəaliyyət göstərmək həm də peşə olmaqdan yanaşı mənsubiyyət mövqeyi, mənsubiyyət göstəricisidir. Bir vətəndaş olaraq tarixçi olmaq və bir vətəndaş olaraq obyektiv münasibət sərgiləmək, özünə yol seçmək, bunun özü artıq böyük bir vətəndaşlıq missiyasıdır. Xəzərin hər zaman, yəqin ki, Bakıya gedəndə, təhsil alanda, Naxçıvanda təhsil almısınız, amma bir Bakıya gedəndə nə dərəcədə o Xəzərin sahili, Xəzərin ətri, onun sizə təsiri, sizin Xəzərin ətrafında baş verən tarixi məqamlara münasibətinizi göz önündə canlandırır. Və yaxud da ki, sırf elə Arazın sahilindən, Naxçıvan Universitetindən aldığınız təhsil və tarixçi olmaq bu qədər kifayət eləyir. Maraqlı sualdır, Fəxriyə xanım. Biz tarixçi olmağımdan başlayayım məsələyə ki, mənim doğrudan da uşaqlıqdan tarix fənninə marağım həmişə yüksək olub. Düzdür, ailəmizdə əmilərim, dayılarım tarix müəllimi olublar, bunların da təsiri olub. Və eyni zamanda yaxşı tarix müəllimlərimiz olub, yaxşı məktəbimizin tarix muzeyi olub. Bunları mən çox yaxşı xatırlayıram. Və tarix fənninə həmişə, humanitar fənlərə həmişə həvəsli olmuşam, maraqlı olmuşam. Tarixi filmlərə maraqlı olmuşam, onları tarixi əsərlərə, tarixi romanlara maraqlı olmuşuq. Onları çox oxumaqla, xüsusilə obrazlı bu romanlar, tarixi romanlardan mən yəqin ki, tarixçi olmağa daha çox yönlənmişəm. Tarixi romanlar mənim üçün doğrudan da bir peşəmə, həyatıma, karyerimə yön verən bir xəritə rolunu oynayıb və mən ona görə tarixi romanlar orta məktəbdə, uşaqlıqdan oxuduğum, bu günə qədər oxuduğum bütün romanların, bütün obrazlar hamısı mənim beynimdə elə indiki kimi canlıdır. Və tarixçi olmağın Naxçıvanda yaşayıb, Azərbaycanda yaşayıb bütövlükdə tarixçi olmağın böyük bir qüruru və şərəfini zaman keçdikcə daha çox dərk eləməyə başlayıram. O baxımdan ki, bütün peşələr gözəldir, hər bir peşəmizin öz gərəkliyi, vacibliyi var, amma tariximizə yenildikcə, xüsusilə müstəqillik dövründə milli tariximizi daha dərindən öyrəndikcə mən təkrar dünyaya gəlsəydim, təkrar peşə seçsəydim, yenə tarixi daha dərindən öyrənmək istəyərdim fikri məndə yaranır. Nəyə görə? Ola bilsin, bəlkə mən başqa millətlərin nümayəndəsi olsaydım, məsələn, mən Ermənistanda Allah eləməsin, o xalqa mənsub adam olsaydım, yəqin ki, mən tarixçi olmaq istəməzdim. Çünki onların tarixi bütövlükdə utanc verici hadisələrdir. Onların tarixi... Həm də ki, tarixçi olmaq bayaq qeyd elədiyim kimi bir vicdan işidir. Bir mənsubiyyət məsələsidir. Əmin olduğun bir sahədə öz sözünü deyə bilərsən. Bəli. Bizim tariximiz belədir ki, bizim tariximizin hər vərəqi, hər səhifəsi, hər anı doğrudan da iftixar hissi ilə dolu olan, qürurlu, bizim zəfərimiz, qələbəmiz kimi böyük bir tarixi izlərlə yad eləyə biləcəyimiz hadisələrlə zəngindir. Ona görə biz tarixçi kimi, sizin də qeyd elədiyiniz kimi, həm də bizim bir pedaqoq olaraq sosial məsuliyyətimizdən irəli gələrək, ölkəmizin, dövlətimizin indiki halında, müstəqilliyimizin ilk illərində biz təhsil almışıq, 80-ci illərdə, 90-cı ilin əvvəllərində
ölkəmizdə, yeni müstəqillik qazanan ölkəmizdə, yeni tarixi, milli tariximizi öyrəndiyimiz bir ərəfədə üzərimizə böyük bir missiya düşürdü. Biz gənc müəllim kimi, mən 2000-ci ildən ümumi təhsil məktəbində, öz məzun olduğum orta məktəbdə tarix müəllimi kimi mən əmək fəaliyyətinə başlamışam və üzərimə borc düşüb ki, o illərdə də biz tariximizi, gerçək tariximizi, çünki biz uzun illər milli tariximizdən uzaq yaşamışıq. Onları daha dərindən öyrənim, tədqiq edeyim, yeni nəsillərə gücüm çatdığı qədər onları çatdıra bileyim. İndi bunu nə qədər bacarmışam, bunu tələbələr, şagirdlər qiymətləndirər. Onun bugün biz bariz nümunəsini gördük universitetə gələndə. Çünki universitetdə o ab-havadan, o mühitdən hiss eləyirsən ki, burada müəllim ruhu var. Yəni, müəllim təkcə dərs deyən deyil, müəllim olmağı bacarandır. Və Elbrus müəllim, bizim reklamlarımızın zamanıdır. Mən sizdən bu çaydan içməyi təklif eləyirəm. Çünki bu çay bizim dəyərli Azərbaycan brendimizdir. Və nə xoş bizə ki, bizim Azərbaycan quruculuğumuzda iqtisadi inkişaf da var. Və iqtisadi inkişaf edən ölkəmizin, öz məhsullarımızın dadını ciyərlərimizə çəkə-çəkə əziz tamaşaçılarımız ən gözəl məkandayıq, Naxçıvanın Xan Sarayındayıq. Hacı Seylon çaylarından içirik və çox dəyərli alimimizin işığına gəlmişik. Qısa bir aradan sonra yenidən buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Tələbələrə verdiyiniz tövsiyələr ən çox nə olur? Bir insan həyatda mütləq məsuliyyətli və vicdanlı olmalıdır. Mən bəzən o insan resursları şöbəsinə deyirəm ki, siz mənə vicdanlı və məsuliyyətli adam verin, mən onu peşəkar eləyəcəm. Amma siz mənə sadəcə peşəkar adam versəz, onu mən vicdanlı və məsuliyyətli eləmək təlimim, proqramım yoxdur. Çox yarıtmaz ailələrdən çox gözəl bacarıqlı uşaqlar da çıxa bilir. O baxır bizim övladlarımız hansı mühitin təsirindədir. Real dünyanın, virtual dünyanın. Məmnun xatun bizə çox mesajlar verir və çox sualların cavabıdır əslində. Davamlı olaraq Naxçıvanda dövlətçiliyi simvollarını, dövlətçilik elementlərini qorumaq üçün, saxlamaq üçün bu muzeyin, bu sarayın müstəsna əhəmiyyəti olubdur. Tarixçi, Naxçıvan Dövlət Universitetinin rektoru və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının dosenti Elbrus müəllim İsayevlə bərabərik. Və Elbrus müəllim tarixi bilməklə yanaşı, eyni zamanda cəmiyyətdə uğurlu insan olaraq, öz mövqeyini yetərincə təmsil etməyi bacaran bir insan olaraq bugün bizimlədir. Və biz hər zaman Xəzərin sahilində, istər bölgələrimizdə fəaliyyət göstərən, istər xarici ölkələrdə, istər də paytaxtımızda fəaliyyət göstərən belə uğurlu insanların işığında sizinlə bərabər olmaqdan zövq alırıq. Elbrus müəllim, yeri gəlmişkən, siz çoxsaylı tələbələrlə ünsiyyətdə olursunuz. Fəaliyyətinizi orta məktəbdən başlamışsınız, tarix müəllimi olaraq. Tarix elə bir fəndir ki, burada konkretlik yoxdur. Yəni, burada bəlli faktlar üzərində müxtəlif mülahizələr əsasında hər hansı bir fikirlər yürüdülür. Uğurlu insan olmaq, tarixi şəxsiyyət kimi yetişmək və cəmiyyətdə ictimai xadim olaraq öz sözünü demək üçün tələbələrə verdiyiniz tövsiyələr ən çox nə olur? Necə olmalıdır insan? Çox sağ olun. Deməli, Fəxriyə xanım, mən həmişə tələbələrimizə və kolleqalarıma, həmkarlarıma iki məsələni həmişə xüsusilə israrla deyirəm və bugün işə qəbul olunan bizə Naxçıvan Dövlət Universitetində müraciət edənlərin işə qəbul komissiyasında da mən iki keyfiyyəti onlarda həmişə axtarıram. Bunların biri məsuliyyətdir, ikincisi vicdandır. İnanın ki, mən onun peşəkarlığına bu iki meyardan sonra baxıram. Yəni, bir insan həyatda mütləq məsuliyyətli və vicdanlı olmalıdır. Çünki bizi qanunlardan çox, bizim qaydalardan çox bizi vicdanımız idarə edir, bizi vicdanımız yönləndirir. Bu işi biz hansısa qayda xətrinə də icra edə bilərik. Bu işi biz işə canımızı, ruhumuzu verib bir vətənpərvərlik işi də görə bilərik. Yəni, eyni işi iki nəfər fərqli bizə təqdim edə bilər. İkisi də beş ola bilər. Amma birinin millət üçün, xalq üçün, dövlətimiz üçün əhəmiyyəti ölçüyə gəlməzdir. O biri vicdanlı insandır, o biri məsuliyyətli insandır. Yəni, bir çox cəmiyyətimizdəki insan bilirsiniz, ən böyük hesabatı öz-özünə verir. Məsuliyyətli adam hesabat vermək üçün birinci məsuliyyət lazımdır, ikinci vicdan lazımdır. Yəni, bu vicdan dediyimiz ədaləti ölçür, vicdan dediyimiz hüququ ölçür, vicdan dediyimiz
milləti, dövləti, ümumi maraqları ölçür. Yəni ictimai marağı formalaşdırır. Bax, bu yekunda mənim gəlmək istədiyim nəticə bizim gənclərimizdə ictimai mənafə olsun, ictimai maraq olsun. Yəni bizim tibb fakültələrimiz var, həkimlərimizə də həmişə deyirəm ki, heç vaxt özünüzü robot kimi iş bazarında, əmək dünyasında hiss eləməyin. Yəni sizi daha çox qiymətə alan insanın yanına getməyin, daha çox qiymət sizə daha çox əmək haqqı vəd edənlərin yanına getməyin. Siz əşya deyilsiniz, siz robot deyilsiniz, siz daha çox sizə dəyər verənlərin və daha çox özünüzü tapdığınız və o işin içində bir xidmət gördüyünüz sahələrə gedin. Çünki insan olaraq bizi həyata bağlayan daha çox bizim hisslərimizdir. O hisslər içərisində sevgi var, məhəbbət var, paylaşmaq var. O hisslərin içərisində eyni zamanda bir xidmət var. Vətənə, millətə, aləmə, cəmiyyətə olan bir sosial yükümlülüyüm, sosial məsuliyyətim var. Bax, bu sosial məsuliyyəti, bu ictimai mənafeni biz gənclərimizə düzgün aşılaya bilsək, İnanın ki, mən bəzən o insan resursları şöbəsinə deyirəm ki, siz mənə vicdanlı və məsuliyyətli adam verin, mən onu peşəkar edəcəm. Amma siz mənə sadəcə peşəkar adam versəz, onu mən vicdanlı və məsuliyyətli eləmək təlimim, proqramım yoxdur. Yeri gəlmişkən, vicdanlı və məsuliyyətli insanın tərbiyə üsulu, yəni fundamentdən onu necə aşılayıb, necə yaratmaq lazımdır? Bu həm də bir gen məsələsidir, amma cəmiyyət olaraq insan öz genindən, insan öz ailəsindən çox cəmiyyətinə bənzəyir. Tamamilə düzgündür. Sosial varlıq İndi olaraq. biraz biz artıq iki dünyada yaşayırıq. Bizim həm real dünyamız var, həm virtual dünyamız var. Tərbiyə prosesinə də biz iki mühitdə qiymət verməliyik. Bunu hardasa uğurlu və uğursuz olduğuna görə konkret ünvan tapıb günahlandırmaq da çətindir. Çünki çox gözəl ailələrdən bəzən yarıtmaz uşaqlar da çıxa bilir. Çox yarıtmaz ailələrdən çox gözəl bacarıqlı uşaqlar da çıxa bilir. O baxır bizim övladlarımız hansı mühitin təsirindədir? Real dünyanın, virtual dünyanın, ailəsinin, hansı mühitin təsirindən daha çox tərbiyələnir? Ona görə bu mövzuda siz burada qeyd elədiniz genetik gen məsələləri birmənalı olaraq bizim millət olaraq genimiz çox güclüdür, təmizdir, yaradıcıdır. Bu aksiomadır. Bu biz millət olaraq bunu min illərdir faktlarla təsdiq eləmişik. Uzağa getmək lazım deyil. Bizim vətən müharibəmiz, bizim Qarabağ savaşımız, bizim Ali Baş Komandanın ətrafında gənclərin səfərbər olmağı bir mənalı hamısı o tez-tez trend oldu ki, bizim şəhidlərin arasından tarix fənnindən 2 alsam da özüm tarix yazdım, tarix yaratdım. Bu misallar ki, gəlirdi. Bunlar gerçək bizim gözümüzün qarşısında 44 gün vətən müharibəsində biz gördük ki, Ulu öndərimizin dövründən başlayıb cənab prezidentlə davam eləyən vətənpərvərlik tərbiyəsi, Azərbaycançılıq ideyası, ideologiyası bizim gənclərimizi, o genimizi təmizdir, o gənclərimizi vətənpərvərlik mövzusunda həmişə diri saxlayır. Elə yeri gəlmişkən, biz sizlə görüşəndə monumental sənət əsəri olan Möminə xatun türbəsini biz ətrafında gəzdik. Siz onun tarixi məqamlarını izah elədiniz, göstərdiniz. Bunun özü də bugünə qədər qorunub saxlanılan abidədirsə, demək ki, bəlli bir, siz hətta orada da qeyd etdiniz ki, bəlli bir mücadilədən sonra bizim əldə saxladığımız nümunədir. Arxamızda gördüyünüz, bax bu Xan Sarayının özü də qədim tarixə malik olması və bugünə qədər əgər biz buradayıqsa, demək bu da hansısa genetik qoçaqlığın, genetik mübarizliyin nümunəsi olaraq bizim dövrümüzə qədər gəlib çatıb. Tamamilə doğrudur. Region olaraq biz mübarizə instinktimiz, mübarizə hissimiz, duyğumuz çox yüksəkdir. Və təbii ki, Naxçıvan deyəndə bizim maddi abidələrimiz içərisində bizim orta əsrlər dövrünün şah əsərlərindən olan Möminə xatun türbəsi gözümüzün önündə canlanır. Möminə xatun bizə çox mesajlar verir və çox sualların cavabıdır əslində. Bu həm tarixilik baxımından, həm dövlətçilik, həm mədəniyyət yaratmaq, həm də ümumiyyətlə cəmiyyətdəki bu gün qarşılaşdığımız bir sıra sualların həlli baxımından çox vacib bir maddi sübutdur. Birinci ona görə ki, 1000 il bundan qabaq ki, belə bir türk İslam abidəsi bizim torpağın möhrüdür. Abidələrimiz yerə sancılmış bizim möhürlərimizdir. Birinci möhürümüzdür. İkinci, belə bir böyük bir mədəniyyət hadisəsini yaradan xalqın dünyəvi elmlərdən xəbər olmalıydı. Məktəb olmalıydı. 1000 il bundan qabaq deməli Naxçıvan görün mədəni mühiti nə qədər zənginmiş ki,
burada belə bir möhtəşəm memarlıq əsəri, Naxçıvanın rənglərinin təsvir olunduğu, Qurani-Kərimdən, bizim dinimizdən orada ayələrin həkk olunduğu, Türk Oğuz yurdunun simvollarının əks olunduğu və bütövlükdə memarlıq konstruksiyasının ən incə detallarını daşıyan və 1000 ildə heç dərmənməyən, heç dağılmayan bu qədər ayaqaltı müharibələrə şahidlik eləmiş Naxçıvanda öz varlığını qoruyan bir abidə kimi dəyərlidir. İkinci dəyərlidir Möminə xatunun bir xanımın şərəfinə olan bir abidə kimi dəyərlidir. Bəzən indi bizə gender bərabərliyindən dərs keçmək istəyən Qərbin bəzi institutlarına Möminə xatun çox böyük bir tutarlı bir cavabdır ki, bu Naxçıvan, qədim Naxçıvanda çox az saylı kişilərin adına biz abidə tapa bilərik. Naxçıvanın ən möhtəşəm abidələri buradakı xanımların, xatunların adınadır. Möminə xatun, Quydi xatun, Qarabağlar türbəsi, qız qalaları və s. qız bulaqları, qız qalaları. Bizdə xanım, qadın hər zaman qiymətli olub, dəyərli olub. Bu həm də ona 1000 il bundan qabaq ki, Naxçıvan xanımının şöhrətini, onun dövlətçilikdə yerini, onun öz sərkərdə ilə, öz hökmdarı ilə bərabər Naxçıvanın müdafiəsində, ölkəmizin, Azərbaycanımızın qurulmasındakı xidmətlərini deyir. Bu Atabəylər dövrünün paytaxtı kimi Naxçıvanda Möminə xatun bu eyni zamanda şəhərin hakimi kimi, Zahidə xatun, Möminə xatun, bu Naxçıvan şəhərin hakimləri, Naxçıvan şəhərin rəhbərliyi məhz bu xanımlar tərəfindən həyata keçirilir. Bu eyni zamanda bizim bugünkü deməli bizim qarşılaşdığımız bir çox suallara tutarlı bir cavabdır. Bəli, həm də ki, açıq muzeydə göstərilən eksponatlar bizim qədim tariximizin bəli, açıq səma altında muzeyin eksponatları Naxçıvanın bir daha qədim Oğuz Türk yurdu olduğunu təsdiqləyir. Onlar Naxçıvanın müxtəlif kəndlərindən, rayonlarından, şəhərlərindən toplanmış eksponatlardır ki, onlar həm o qoç fiqurları, həm digər qəbir abidələrimiz, digər tarixi Gəmiqaya təsvirlərindən olan nümunələr Naxçıvanın bilirsiniz ki, eyni zamanda Nuh Peyğəmbərlə əlaqələndirilməsi mövzusu var və bu sahədə tədqiqatlar var. Gəmiqaya buna ən böyük sübutlardan, tarixi dəlillərdən biri kimi göstərilir. Hətta bilirsiniz ki, dünyada ilk Nuh tufanından sonra ilk məktəbinin, ilk yazının yarandığı məkan kimi Gəmiqaya göstərilir. Və o Gəmiqayadakı qayaüstü təsvirlərin, Gəmiqayadakı o mədəniyyət nümunələrini, folklor nümunələrini toplayıb biz elmi dövrə yeni materiallar görəndə baxırıq ki, doğrudan da Naxçıvan sivilizasiya üçün nə qədər dəyərli töhfələr verib. Və qaldı ki, bizim bugün bu ətrafımızdakı abidələr və xüsusilə Xan Sarayı, Möminə xatunun tam yaxınlığında bu ərazi Orta əsrlər dövrünün Naxçıvan şəhərinin mərkəzi kimi qarşısında böyük karvansaraların olduğu, bilirsiniz Evliya Çələbidə və digər səyyahların əsərlərində Naxçıvan şəhərində 30-dan artıq karvansarayın olduğu göstərilir. Həm də bu sarayın özünün tarixi monumentallığının nümunəsini onda görürük ki, orada hər bir otağın özünə məxsus öz memarlıq nümunələri var. Məsələn, güzgülü zal özünə məxsusluğu ilə seçilir. Orada bir otağın olması, diplomatik söhbətlərin masada, bütün o eksponatların hər biri orada baş verən hadisələrin canlı şahidi olaraq həm də oradan bizə verilən bir mesaj olaraq biz görürük bunu. Xan Sarayı qeyd elədiyimiz kimi bizim xanlıqlar dövründə Naxçıvan xanlarının bir müəyyən dövrdə evi kimi, sonraki dövrlərdə isə bu Xan Sarayından dövlət danışıqlarının qeyd elədiyimiz kimi aparıldığı bir yer kimi, saray kimi, dövlət işlərinin görüldüyü bir bina kimi istifadə olunubdur və sonralar bu Xan Sarayı muzey kompleksi kimi istifadəyə verilib və onun içərisində Naxçıvan xanlığının atributları, xanlığa aid olan gerblər, bayraqlar, o dövrdəki bəzi tarixi sənədlər, istifadə olunan bəzi məişət əşyaları, silahlar, müxtəlif xanlıqlar dövrünə aid olan, Naxçıvan xanlığı dövrünə aid olan müxtəlif eksponatlar qorunub saxlanılır. Əlbəttə ki, o da tariximizin bir parçası, bir hissəsidir. Davamlı olaraq Naxçıvanda dövlətçiliyi simvollarını, dövlətçilik elementlərini qorumaq üçün, saxlamaq üçün bu muzeyin, bu sarayın müstəsna əhəmiyyəti olubdur. Elbrus müəllim, reklamların zamanıdır və demək ki, bizim çay içmək zamanımızdır. Azərbaycan brendi olan Hacı Seylon çayından biz sizə içməyi tövsiyə edirik. Çünki bu öz dadı,
öz rəngi ilə seçilən xüsusi bir nemətdir və bizim verilişimizin sponsorudur. Biz ta Naxçıvana qədər gəlmişik Hacı Seylon çayları ilə, əziz tamaşaçılarımız. Və hər birinizə də bu çaydan almağı, dadmağı və evinizin də ruzlu, bərəkətli olmasını arzulayırıq. Qısa bir aradan sonra buradayıq. Elbrus müəllimlə çox maraqlı söhbətimiz davam edir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Biz hər birimiz sevdiklərimizi, əzizlərimizi çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay bizim əhval-ruhiyyəmizə çox gözəl təsir edir. Həm də bilirik ki, çay çox faydalıdır. Çünki onun tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizmində bir sıra xəstəlikləri aradan qaldırır. Lakin yaxşı dəmlənmiş və keyfiyyətli çay da bu belədir. Yaxşı dəmlənmiş keyfiyyətli çayı necə seçib almaq lazımdır sualı versəniz, bunun tək bir cavabı var. Bu Hacı Seylon çaylarıdır və Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu Hacı Seylon çaylarında var. Və biz bunu hardan ala bilərik sualı versəniz, bu Tayga Store market şəbəkələrindən və şəhərimizdə fəaliyyət göstərən digər marketlərdən alıb əldə edə bilərsiniz. Və siz ora daxil olsanız, piştaxtaya yaxınlaşsanız, orada bir sıra çeşidlərini görmüş olarsınız. Biləsiniz ki, yaşlı rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə xanımların sevdiyi yaşıl çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları hər birinizin süfrənizdən əskik olmasın. Hacı çayları imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bir maraqlı məqam da diqqətimi çəkdi ki, Cambridge Universitetindən sizin işbirliyiniz var. Bizim imkanlarımız daha da genişlənəcək. Bizim Muxtar Respublikamızın, universitetimizin önündə daha yeni üfüqlər, yeni imkanlar yaranacaq. Xarici dildə təhsil, bax bunun özü müasir dövrdə inteqrasiya edirik, qloballaşan bir dövrümüzdə. Siz bax bu işdə də böyük işlər görürsünüz. Cambridge Universitetinin lisenziyası əsasında bir Cambridge məktəbi açmışıq. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindən düz Naxçıvana qədər gəlib çıxmışıq. Və Naxçıvanda Xan Sarayının həyətində çox dəyərli bir insanla sizlə görüşə gəlmişik. Ümid edirəm ki, bax, bu görüşümüz sizin də ruhunuza sirayət edəcək. Elbrus müəllim İsayev bizim qonağımızdır və biz də onun qonağıyıq, belə deyək. Elbrus müəllim İsayev Naxçıvan Dövlət Universitetinin rektorudur. Naxçıvan Dövlət Universitetində Beynəlxalq Münasibətlər Kafedrasının dosentidir. Tarix üzrə fəlsəfə doktorudur. Və bugün tarixçi alim olaraq, bugün Azərbaycan vətəndaşı olaraq, bugün bir müəllim pedaqoq olaraq bizim qarşımızda öz dəyərli həyat yolundan danışır. Bəzən Elbrus müəllim dediyim ifadələrdə çox gözəl, dəyərli, möhtəşəm sözlərindən çox istifadə edirəm. Bu bəlağətli sözlər bəzən öz təsdiqini tapmaya bilir. Amma elə insanlar var ki, onların sən fəaliyyətini, özünü tanıdıqca o sözlərin deyilməsini mütləq labüd hesab edirsən. Bu mütləqdir ki, bu insanlar öz qiymətlərini öz lazımı zamanında alsınlar. Və Elbrus müəllim, universitetin fəaliyyəti ilə tanış olanda çox qürur verici faktlarla üzləşdik. Burada böyük bir işlər görülür və burada həm də öz potensial kadrlarınızdan istifadə edərək bu işlər görülür. Heç bir yerdən dəvət alınmayan mütəxəssislər, alınan mütəxəssislər vasitəsilə deyil, özünüzün yetişdirdiyiniz kadrlar vasitəsilə. Həm də bir maraqlı məqam da diqqətimi çəkdi ki, Cambridge Universitetindən sizin işbirliyiniz var və daha ətraflı istərdim ki, siz özünüz danışasınız. Çünki mən onu gəzib, görüb, tanış olmuşam və hesab edirəm ki, bu möhtəşəm təcrübə həm də mübadilə olaraq digər formada paylaşılmalıdır, nümunə olaraq. Çox sağ olun Fəxrə xanım. Qeyd elədiyiniz kimi Naxçıvan blokadası, Naxçıvanın düşdüyü hazırki vəziyyət
Naxçıvanın öz kadrları ilə təmin etmək məcburiyyəti daha çox yaradır və biz əminik ki, biz yaxın vaxtlarda biz Zəngəzur koridorunun məsələsinin həllindən sonra biz ölkəmizin əsas hissəsi ilə qarayolla birləşdikdən sonra, quru sərhədlərlə birləşdikdən sonra, quru yollarla bizim imkanlarımız daha da genişlənəcək, bizim Muxtar Respublikamızın, universitetimizin önündə daha yeni üfüqlər, yeni imkanlar yaranacaq. Təbii ki, universitetimiz deyəndə, Muxtar Respublikamızın müasir simasını biz deyəndə mütləq birinci ulu öndərimizi xatırlamalıyıq. Bütün sahələrdə ölkəmizin qurtuluşu, xilası, o cümlədən Naxçıvanın qurtuluşu, xilası ulu öndərimizin birbaşa adı ilə bağlıdır. Naxçıvan bilirsiniz, 2 dəfə Naxçıvanın itirilmək təhlükəsi olub tarixdə. Bu birincisi əsrin əvvəllərində idi. Naxçıvan çox ciddi sınaqlar qarşısında idi. Naxçıvan itirilmək təhlükəsinə üz-üzə idi. Çünki Naxçıvanın iqlimi, torpağı, Naxçıvanın mifik bir gücü də var. Burada heç təsadüfi deyil. Burada ziyarətgahların, Əsəbikər müqəddəs bir ziyarət yerlərinin, turistlərin, zəvvarlar üçün maraqlı olan ziyarətgahların olmağı, sirli suların olmağı, mineral bulaqların çıxmağı, şəfa bulaqların olmağı, Naxçıvan iqlimi, Naxçıvan dağları, bütövlükdə Naxçıvanda Nuhla bağlı çoxsaylı rəvayətlər, Naxçıvanın qədim dövrlərdə çox böyük diqqət mərkəzində qalmağı, dünyanın bütün arxivlərində demək olar ki, Vatikan, Britaniya arxivlərində, Amerika arxivlərində, Rusiya arxivlərində Naxçıvan tarixi ilə bağlı maraqlı qeydlərin olmağı bir də onu təsdiq edir ki, Naxçıvan həmişə maraqlı yer olub və bura bu ölkəmizin bu hissəsini bizdən qoparmağa cəhd göstərən adamlar olur. Təəssüf ki, bir çox hallarda onlar bizim bədnam qonşularımızdan istifadə ediblər. Onlar əsrin əvvəllərində, 19-cu əsrin ikinci yarısında, 20-ci əsrin əvvəllərində özlərinə havadarlar tapıblar, ingilislərlə, amerikanlarla, hətta bu bölgədə özlərinə hökumət, dövlət yaratmaq cəhdləri göstəriblər. Təəssüflər olsun ki, Naxçıvan cəmaatı bu acı senarilərin, əzablarını yaşayıblar, soyqırımlara məcbur olublar, qaçqınlıq həyatını keçirməyə məcbur olublar. Amma bütün bunlara baxmayaraq Naxçıvan mübarizə aparıb, Naxçıvan insanı savaşıb, burada dözüb, yaşayıb və əsrin əvvəllərində bu böyük mübarizənin qarşısında o dövrün hətta Rusiya rəhbərliyi Leninin tapşırığı ilə o dövrdə Naxçıvandakı vəziyyəti qiymətləndirmək üçün xüsusi komissiyalar yaradıb. Burada insanların söhbətlər aparılıb. Bir mənalı şəkildə keçirilən bütün referendumlarda Naxçıvan əhalisi Azərbaycanın tərkibində yaşamağa üstünlük. 90%-dən çox insan Azərbaycanın tərkibində yaşamağa, Azərbaycanla birləşməyə tərəfdar olub, səs verib. Və təbii ki, bu Zəngəzur koridoru bizi məcburi belə bir deməli muxtariyyatın yaranmasına və ərazimizin burada muxtariyyət rejiminin fəaliyyət göstərməsinə, Moskva müqavilələrinin imzalanmasına gətirib çıxarıbdır. 90-cı illərdə də eyni acı taley, Naxçıvanın taleyi ilə bağlı qeyri-müəyyənlik, Naxçıvanın taleyinin çox belə acınacaqlı duruma düşdüyü bir vaxtda təbii ki, taleyin hökmü ilə ulu öndərimizin Naxçıvana gəlişi, Naxçıvan insanları ilə birlikdə nəinki Naxçıvanın taleyini dəyişən, ölkəmizin taleyini dəyişən bir çox qərarlar Naxçıvanda ulu öndərimizin rəhbərliyi ilə imzalandı. Bunlar Naxçıvanda ulu öndərimizin sədrliyi ilə Ali Məclisin iclasında Azərbaycanın atributlarının, dövlət bayrağımızın, gerbimizin qəbul olunması ilə bağlı qərarlar. Eyni zamanda bizim həmin dövrlərdə Naxçıvanın adından Sovet sosialist sözlərinin çıxarılması ilə bağlı imzalanmış qərarlar. Bunlar tarix müstəqilliyin ilk illərində atılmış mühüm addımlardır. Sonrakı dövrlərdə ulu öndərimiz Naxçıvana həmişə böyük diqqətlə yanaşıb. Bugünkü müasir Naxçıvanın siması ulu öndərimizin, sonrakı dövrlərdə isə cənab prezidentin qayğısı və buradakı səfərləri, tapşırıqları ilə mümkün olub. O cümlədən bizim universitetimiz, Naxçıvan Dövlət Universitetimizdə ulu öndərimizin əsərlərindən biridir. Ona görə ki, 70-ci illərdə ulu öndərimiz Naxçıvanda mədəni mühitin yaranması və Naxçıvanda məskunlaşmanı təmin etmək üçün burada ən mühüm addımlardan birinin universitetin yaradılmasının təşəbbüskarı və buna qərar verən şəxsiyyət olub və 70-ci illərdə bizim universitetimizə gəlib, universitet kampusunun yerini müəyyənləşdirib, müstəqil institutun yaradılması haqqında qərar verib. 90-cı illərdə isə ulu öndərimiz vaxtaşırı universitet alimləri ilə görüşüb, tələbələrlə görüşüb, universitetimizdə yeni binaların maddi-texniki təchizatın təmin olunmasına şərait yaradıb. 4 dəfə ulu öndərimiz Naxçıvan Dövlət Universitetinin səfəri olubdur və fəxr edirik ki, qürur hissi keçirir ki, ulu öndərimiz Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur. Çox
çox az saylı universitetlərdən biridir ki, Ulu Önderimiz Naxçıvan Dövlət Universiteti fəxri doktorudur. Və cənab prezidenti 2 dəfə Naxçıvan Dövlət Universitetinə səfər edib və universitetimiz bu gün böyük bir kampusda yerləşən və demək olar ki, çox şaxəli kadr hazırlığı ilə ölkəmizdə seçilən universitetlərdən biridir. Və bu universitetin qurulması, universitetin bugünkü inkişaf səviyyəsinə gəlməsi və bugün biz artıq 15 min nəfərə yaxın böyük bir kollektiv şəklinə gəlmişik. Tələbələrimiz, tabeliyimizdən nəzdimizdə olan müəssisələr və onların inkişafı dövlətimizin həmişə diqqətində olubdur. Və Ulu Önderimizin müstəsna xidmətlərindən biri Naxçıvan Dövlət Universitetində onun qərarı ilə tibb fakültəsinin yaradılması ilə bağlıdır. Bilirsiniz ki, tibb universitetindən kənarda bu ilə qədər yeganə tibb fakültəsidir Azərbaycanda. Bu il artıq Qarabağ Universitetində də bu fakültə açılır və bu gün artıq 25 ili tamam olan tibb fakültəsinin mövcudluğu ötən 25 il ilə baxanda görürük ki, nə qədər uzaq görən düşünülmüş bir addım idi. Bu cür Naxçıvan səhiyyəsində çalışan səhiyyə işçilərinin, həkimlərin böyük əksəriyyəti məhz bizim fakültəmizin məzunlarıdır. Bu tibb fakültəsində olan məzunlardır. Elbrus müəllim, ən çox da sizin bu universitetdə xarici dildə təhsil, bax bunun özü müasir dövrdə inteqrasiya edirik, qloballaşan bir dövrümüzdə dünyaya biz açıq qapı ola biliriksə, onda bizim təhsilimizin də beynəlxalq dildə olması, beynəlxalq layihələrin həyata keçirilməsində bunun vacibliyi çox önəmlidir ki, siz bax bu işdə də böyük işlər görürsünüz. Bəli, Fəxriyə xanım, tamamilə doğru buyurdunuz ki, beynəlxalq əlaqələrin qurulması bu gün universitetlər qarşısında mühüm vəzifədir. Çünki beynəlmiləşmə siyasəti bu gün universitetlərin reytinqini birbaşa müəyyənləşdirən siyasətdir və ona görə də ölkə ali təhsil sisteminin bu tələbini Naxçıvan Dövlət Universiteti də uğurla yerinə yetirməlidir. Bunun üçün əlbəttə ki, bir çox uğurlu layihələrimiz var. Birinci növbədə biz xarici dillərdə tədris olan ixtisaslarımızın sayını artırırıq. Demək olar, hər il yeni ixtisaslar açılır. İndi 5 xarici dildə, ingilis dilində tədris olunan ixtisasımız var. O cümlədən tibb, kompüter mühəndisliyi kimi ciddi sahələrdə biz ingilis dilində proqramlar açmışıq. Və təbii ki, bizim Muxtar Respublikamızda ingilis dilli orta məktəblər olmadığından biz universitetimizin nəzdində yeni dövlət proqramının tələbinə uyğun olaraq Cambridge Universitetinin lisenziyası əsasında bir Cambridge məktəbi açmışıq. Bu məktəbə biz bu il ilk dəfə olaraq 1-ci və 6-cı siniflərdən qəbul həyata keçirmişik və məqsədimiz orada təhsil alan şagirdlərin ingilis dilində təhsil almış şagirdlərin gələcəkdə universitetimizin müvafiq ixtisaslarında, xarici dillərdə olan ixtisaslarına qəbulunu həyata keçirmək, həm də Muxtar Respublika valideynlərin, şagirdlərinin arzuladığı təhsilə əlçatanlığını təmin etməkdir. Biz buna görə minnətdarıq ölkə başçısına. Ona görə ki, bu məktəb Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində yaradılıb. Birbaşa dövlət dəstəyi ilə, dövlət maliyyəsi ilə cənab prezidentin imzaladığı sərəncamın işığında yaradılıb və həmin məktəbdə hazırda bizim Britaniyadan dəvət elədiyimiz müəllimlər və eyni zamanda yenə bizim məzunlarımız akreditasiya, attestasiya prosesində uğur qazanmış müəllimlərimiz, sertifikasiyadan uğur qazanmış müəllimlərimiz o məktəbdə tədrislə məşğuldurlar və biz əminik ki, bu məktəbin şagirdləri gələcəkdə ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaq imkanı qazanacaqlar və təbii ki, biz bundan yanaşı bir sıra beynəlxalq imtahan mərkəzlərinin yaradılmasına nail olmuşuq. Universitetimizdə bugün IELTS imtahan mərkəzi və SAT imtahan mərkəzləri fəaliyyət göstərir ki, bunlar da tələbələrimizin, şagirdlərin, müəllimlərimizin Naxçıvanı tərk eləmədən elə öz universitetimizdə beynəlxalq dil sertifikatları ilə təmin olunmasına şərait yaradır. Mən bütün bunlara görə bir daha kollektivimiz adından ölkə başçısına minnətdaram ki, Muxtar Respublikamızın simasını dəyişən sosial-iqtisadi inkişaf proqramında Naxçıvan Dövlət Universitetinin inkişafı da nəzərdə tutulub və bugün dövlətimizin qayğısı ilə universitet əhatə olunub. Biz də təşəkkür edirik Elbrus müəllim. Azərbaycanın inkişafında istər iqtisadi, istər mədəni, istər elmi cəhətdən, istənilən görülən iş təqdirə layiqdir. Biz bu işdə sizə uğurlar arzu edirik. Bildiyimiz qədərilə sizin gələcək planlarınız da çox genişdir və biz Qərbi Azərbaycanadır yolumuz, Zəngəzuradır yolumuz deyirik və burada ötən il Qərbi Azərbaycan festivalı keçirildi. Məhz bu məkanda keçirildi və gələcəkdə də keçirilməsi nəzərdə tutulan bir neçə tədbirlər var. Böyük məmnuniyyətlə gəlib iştirak eləyəcəyik. Xəzərin sahilindən gələcəyik. Artıq
artıq silsilə şəklində mən bilirəm ki, bir veriliş çərçivəsinə sığmayacaq bizim fəaliyyət mübadiləmiz. Ona görə ardı var deyərək biz sizə hələlik söyləyirik. Və bu gün isə bizim bax bu saat çərçivəsində sizlə bərabər həm də ağız dadımızı təyin elədik. Bu Hacı Seylon çaylarıdır. Və mən İlbrus müəllim sizə Hacı Seylon çaylarından sovqat gətirmişik. Çox böyük zəhmət Bu çəkmisiniz. Azərbaycan brendidir. Çox qürur verici bir faktdır ki, biz artıq bir-birimizə hədiyyələrimizi verəndə Azərbaycan adını önə çəkirik və Azərbaycan adı ilə bir-birimizi ifadə edirik. Bu çox gözəldir. Təbrik edirik sizi. Uğurlarınız bol olsun. İşiniz avand olsun və ağzınızın dadı da Hacı Seylon çayları olsun. Çox sağ olun inşallah. Mən də sizə təşəkkür edirəm. Və Naxçıvanda gəlişiniz və bugünkü sizinlə söhbətimiz çox böyük, xoş təəssüratlar yaratdı. İnanırıq ki, bu əməkdaşlığımız davamlı olacaq. Qarşılıqlıdır. Çox təşəkkür edirəm. Bax belə əziz tamaşaçılarımız, Naxçıvandan sizi salamlayırıq. Xəzərin sahilindən ta Naxçıvana gedirik dedik və gəldik. Xan Sarayındayıq və Xan Sarayının həyətində dəyərli bir alimlə sizinlə bərabər olduq. Azərbaycanımızın gələcəyi, tarixi, inkişafı hər birimiz üçün müstəsna xidməti olan insanları tanımaq hər birimiz üçün çox vacib olmalıdır. Bu gəlişi gözəl sözlər deyil, bu bizim gələcəyə gedəcəyimiz yolda bir mayaqdır. Görüşmək ümidi ilə Allah amanında.